Xiramant. Şəhərin köhnə məhəllələrinin birində, daş döşənmiş küçənin sonunda balaca bir dükan var. Qapısının üstündən solğun hərflərlə Xiramant yazılmış lövhə asılmışdı. İnsanlar bura müxtəlif niyyətlə gəlirdi. Kimisi gələcəyini öyrənmək, kimisi itirdiyi yaxınının tapılması ümidi ilə, kimisi isə sadəcə dərdini açıb danışmaq və məsləhət almaq üçün. Dükanın sahibi saç saqqalı ağarmış nurani bir qoca idi. O gələnlərin əllərinə diqqətlə baxardı. Ovucdakı xətlər adamların əzab-əziyyətini, istirabını, kədərini açıb bu nurani qocaya danışardı. Bir payız axşamı qapı asta səslə açıldı və içəri qara yaylıq örtmüş gənc bir qadın daxil oldu. Qadının gözlərində elə bir kədər vardı ki, qoca Xiramant onun ovucuna baxmadan da ürəyində ağır bir hekayə daşıdığını hiss etdi. O həmişəki kimi masasının arxasında oturub kitab oxuyurdu. Kitabı yavaşca qatlayıb masanın üstünə qoydu. Baxışları uzaqlara tikildi. Xəyal onu illər öncəyə, uşaqlıq günlərini apardı. Budur. Kəndlərinin kənarında qoz ağacının kölgəsində oturmuşdu. Hələ 14 yaşı vardı. Dizinin üstündə vərəqləri saralmış köhnə bir kitab açılmışdı. Kitabın adı Əllər və Xətlər idi. Kiçik Xiramant sətirləri böyük maraqla oxuyurdu. Kitabda yazılırdı ki, insanın ovucundakı xətlər sadəcə dəri üzərindəki izlər deyil, onun keçmişindən və gələcəyindən xəbər verən sirli işarələrdir. Oğlan heyrətlə öz əllərinə baxdı. Talih xətti, ürək xətti, hər biri ona naməlum bir dünyanın qapısı kimi görünürdü. Doğrudan mı insanın talihi burada, ovucda yazılıb, deyə öz-özünə soruşdu. Həbib 15 yaşına çatanda çox şey öyrənmişdi. Köhnə kitablardan oxuyur, İnsan əlindəki xətləri maraqla araşdırırdı. Bir gün həyətdə kitab oxuyarkən böyük bacısı Aygün ona yaxınlaşdı. Gülə-gülə dedi: Həbib, bir əlimə bax, görüm bu kənddən nə vaxt canım qurtaracaq. Həbib başını qaldırıb Aygünə baxdı. Yenə başladın? Sonra yaxşı, gəl görək dedi. Aygün əlini açdı. Həbib əvvəlcə həvəssiz baxdı. Amma gözləri ovucun içindəki xətlərə sataşanda bir neçə saniyə duruxdu. Sonra əlini buraxdı. Nə oldu? Aygün soruşdu. Elə baxırsan ki, güya xəzinə tapmısan. Həbib cavab vermədi. Yenidən bacısının əlini götürüb bir də xətləri izləməyə başladı. Aygün qardaşının sustuğunu görüb zarafatla davam etdi. Nədir? Yoxsa şahzadə oğlan gəlib mənə aparacaq? Həbib ciddiləşdi. Bilmirəm Aygün, bəlkə də yanılıram, amma sabah evdə otur. Darvazanı açıb heç yerə getmə. Gün batandan sonra hara istəsən gedərsən. Əlimdə nə gördün? Aygün maraqlandı. Nə bilim, bəlkə səhv görürəm, amma sən axşamacan darvazadan çölə çıxma, axşamüstü çıxarsan. Söhbət burada bitdi. Həbib çox gənc idi, gördüyünün düz yoxsa səhv olduğunu özü də bilmirdi. Səhəri gün Aygün evdə anasına kömək edirdi. Həyətdə döşəkləri töküb yunları günə verirdilər. Hava açıq idi. Kənd öz adi həyatı ilə yaşayırdı. Qonşunun balaca oğlu küçədəki qoca tut ağacına çıxmışdı. Bir əli ilə budaqdan yapışır, o biri əli ilə yetişmiş tutları dərib yeyirdi. Ara bir mahnı oxuyurdu. Birdən güclü bir şaqqıltı eşidildi. Budaq sınmışdı. Uşaq yerə dəydi. Aygün əlindəki yun çubuğunu yerə tullayıb, uşaq yıxıldı, deyə qışqırıb darvazaya tərəf qaçdı. Aygün küçəyə çıxdığı anda döngədən gələn maşın əyləcə bassa da, məsafə çox yaxın idi. Güclü bir səs eşidildi. Qız yerə sərildi. Anası küçəyə qaçdı, diz üstə çöküb fəryad qopardı. Səs-küy bütün kəndə yayıldı. Həbib çayın kənarında kitab oxuyurdu.
Uzaqdan gələn qışqırıqları eşidəndə ürəyinə qorxu düşdü. Kəndə tərəf qaçdı. Evlərinə çatanda həyət adamla dolu idi. Anası acı göz yaşları tökür, atası hönkürtü ilə ağlayırdı. Həbibin ürəyi az qala sinəsindən çıxacaqdı. Birdən o özünü saxlaya bilmədi. Ay gün, deyə var gücü ilə qışqırdı. Sənə demişdim axı darvazadan çölə çıxma. Həyətə sükut çökdü. Hamı dönüb ona baxdı. Anası göz yaşları içində soruşdu. Niyə ay bala? Bilmirəm ana, vallah bilmirəm, hiss eləmişdim. Cəmaatın arasında pıçıltı başladı. Bu qədər vergilidir. Deyirlər ələ baxır. Falçıdır. Dünən qıza xəbərdarlıq edibmişik. Bacısının faciəli ölümündən sonra Həbib kənddə qala bilmirdi. Kənd cəmaatının baxışları onu sıxırdı. Vergili uşaq deyirdilər. Həbib bir gün dedi, ata, mən burada qala bilmirəm, getmək istəyirəm. Anası dedi, sənin 15 yaşın var, balaca uşaqsan, hara gedirsən? Tiflisə, Qafar əmimgilə, biraz onlarda qalım, özümə gəlim. Atası dedi, bizi tək qoyursan? Həbib başını aşağı saldı. Özümü bağışlaya bilmirəm, ata. Həm də kiçik qardaşım evdədir də. Səhər tezdən atası onu stansiya apardı. Qatarın fit səsi eşidildi. Atası onu qucaqladı. Yaxşı yol bala, sağ salamat. Hara getsən də unutma. Bu ev sənin evindir. Həbib sağollaşıb qatara mindi. Onu qabaqda Tiflis həyatı gözləyirdi. Qatarda yanında 25 yaşlarında gənc bir qız oturmuşdu. Qarşı tərəfdə isə baba və 10 yaşlarında nəvəsi oturmuşdu. Babası cibindən çıxardığı qırmızı almanı nəvəsinə uzatdı. Al Kamal, yem. Uşaq almanı nədənsə Həbibə tərəf uzatdı. Götür, sənə verirəm. Həbib istər-istəməz əlini uzatdı. Almanı götürərkən gözləri uşağın əl cizgilərinə sataşdı. Qaşları çatıldı. Baba, siz hara gedirsiniz? Batuma. Birbaşa, yox bala, Tiflisdə düşüb Batuma gedən qatara minəcəyik. Baba, yol maşınına minin. Niyə abala? Nə bilim, elə bilirəm ki, maşınla getsəniz daha yaxşı olar. Baba dedi, bu yolu biz neçə ildir gedib gəlirik, həmişə də qatarla. Yanındakı qız Həbibə baxıb gülümsədi. Sən də qəribə oğlansan. Niyə? Çünki tanımadığın adama yol göstərirsən. Nəyə minsin, nəyə minməsin. Sonra qız mövzunu dəyişdi. Tiflisə gedirsən? Orada qohumların varmı? Bəli, Qafar əmimgilə gedirəm. Qız duruxdu. Hansı Qafar? Bəlkə xallı Qafar? Həbib, hə, yanağında xalı var. Sən tanıyırsan? Hı, tanıyırsan nədir? Biz qonşuyuq. Nəhayət qatar Tiflisə çatdı. Baba ilə nəvə onlarla sağollaşıb başqa perrona tərəf getdilər. Həbib də çamadanını götürüb qızın arxasınca addımladı. Birlikdə avtobus dayanacağına gəldilər. Qız dedi, mənim adım Müşabədir. Mənimki də Həbib. Müşabə dedi, mənə bir şey qaranlıq qaldı. Sən niyə qocaya israrla dedin ki, Batuma maşınla getsin? Həbib qıza baxdı. Gördü əl çəkməyəcək. Uşağın əlindəki xətti gördüm. Ona görə dedim. Müşabənin gözləri böyüdü. Yoxsa falçısan? Yox, bu barədə biraz bilirəm. Müşabə yenə güldü. Balaca, onda mənim də taleyimə bax. Mən yanıla bilərəm. Sən yenə də bax, onsuz da avtobus gəlmir. Həbib onun inadkar olduğunu anlamışdı. Yaxşı, göstər ovcunu. Müşabə əlini açdı. Həbib diqqətlə baxdı. Uzun ömrün var. Müşabə güldü. Nə qədər? 90 il. Bir arzun var. Paltar tikmək. Öz moda evin olsun istəyirsən. Müşabə gözlərini qıyıb ona baxdı. Bunu hardan bildin? Bilmirəm, hiss etdim. Olacaq, amma tez yox.
Uzun illər işləyəcəksən. 50 yaşına yaxın Tiflisdə tanınmış tikiş evin olacaq. Həmin anda avtobus yaxınlaşdı. Onlar avtobusa minib yanaşı əyləşdilər. Mənzil başına çatanda artıq hava qaralmışdı. Nüşabə əlini irəli uzadıb göstərdi. Bax, bu Qafar əminin qapısıdır. Bu da bizimkidir. Nüşabə ilə sağollaşıb, Həbib Qafar əmisinin qapısını döydü. Qapı açıldı. Qafar əmi Həbibi görən kimi sevinclə dedi. Ay Həbib, xoş gəlmisən, sənə qurban olum, keç içəri. Qafar əmi süfrə açdırdı. Gecəyə qədər oturdular. Səhər günorta vaxtı televizorda xəbərlər başladı. Aparıcının ciddi səsi otağa yayıldı. Bu gecə Tiflis-Batum sərnişin qatarında ağır yol qəzası baş verib. İlkin məlumatlara görə 4 nəfər həyatını itirib. Ölənlərdən ikisi gənc qız, digər ikisi isə baba və nəvədir. Bu sözlər Həbibin qulaqlarında ildırım kimi çaxdı. O yerində donub qaldı, rəngi ağardı. Elə bu anda Nüşabə həyəcanla təngnəfəs halda darvazadan içəri girdi. Həbib, gördün? Dünənki baba və nəvə. Ay Allah! Nüşabənin səsi titrəyirdi. Həbib başını aşağı saldı. Mən onlara demişdim. Kaş qulaq asaydılar. Nüşabə heyrətlə ona baxdı. Aman Allah, sən kimsən belə Həbib? Sən onlara dedin, onlar isə qulaq asmadılar. Hər ikisi baş verən faciənin ağırlığı altında susub qaldı. Həbib yenə özünü günahlandırırdı. Elə bir baş verən hər bədbəxtliyin səbəbkarı o özüdür. Bu fikirlərdən qurtula bilmədiyi bir vaxtda səhəri gün Nüşabəgilin həyətindən qışqırıq səslər eşidildi. Həbib səksənib yerindən qalxdı. Qafar əmi, həyat yoldaşı qapıya qaçdılar. Allah xeyir eləsin, bu nə səsdir deyə küçəyə çıxdılar. Nüşabəgilin həyətinə girəndə qız yerdə hərəkətsiz uzanmışdı. Anası qızının başını qucaqlamışdı. Nüşabə, qurban olum sənə, bizi qorxutma. Atası əlləri əsə-əsə təcili yardıma zəng edirdi. Həbib həyəcanla soruşdu. Nə oldu? Nüşabənin anası, bilmirəm ay bala, dedi ürəyim sıxılır. Həyətə çıxmağı ilə yıxılmağı bir oldu. Həbib özünü toparlayıb dedi, narahat olmayın. Nüşabə sağalacaq, heç nə olmayacaq, özünüz görəcəksiniz. Bir qədər sonra təcili yardım gəldi. Həkimlər Nüşabəni xərəkdə apardılar. Həbibin içində qəribə hisslər vardı. Nüşabənin ovucuna baxanda onun uzun ömür sürəcəyini görmüşdü. Amma indi qız ölüm ayağında idi. Xəstəxanada Nüşabəni ayırtdılar, analiz götürdülər. Ertəsi günü ata-anası yenidən xəstəxanaya gəldi. Nüşabə yatırdı. Atası palataya daxil olan həkimə ümidlə baxdı. Həkim, analizlərin cavabı necədir? Həkim, gəlin çöldə danışaq dedi. Onlar palatadan çıxdılar. Qapı tam örtülməmişdi. Mən sizi üzmək istəməzdim. Amma qızınızın vəziyyəti çox ağırdır. Bu vaxt palatanın qapısında Nüşabə göründü. Zəif addımlarla onlara yaxınlaşdı. Niyə ağlayırsınız? Ana, qorxma, mənə heç nə olmayacaq. Sağalacam. Həbib ovucuma baxanda demişdi ki, mən 90 il yaşayacam, görərsiniz, mən sağalacam. Həkim təəccüblə qaşlarını qaldırdı. Həbib kimdir? Nüşabənin atası yorğun səslə cavab verdi. Qonşumuza qonaq gəlib, yaxşı uşaqdır. Güya dedikləri düz çıxır. Nüşabə dərhal etiraz etdi. Güya yox, düz çıxır. Siz inanmırsınız, amma mən dəqiq bilirəm ki, o düz deyir. Həkimi maraq götürdü. Bu Həbibi görə bilərəmmi? Həbib bu zaman koridorda dayanmışdı. Nüşabənin atası onu əl işarəsi ilə çağırdı. Həbib asta addımlarla yaxınlaşıb həkimə salam verdi. Salam, həkim əmi. Həkim onu görəndə təəccübünü gizlədə bilmədi. Qarşısındakı heç də yaşlı, təcrübəli bir insan deyildi. Bu yeniyetmə, utancaq bir oğlan idi. Demək, Həbib sənsən.
De görək qızın vəziyyəti necə olacaq? Həbib yavaş səslə dedi. Qorxmayın, müşahibə yaxşı olacaq. Amma bir müddət zəif qalacaq. Ona sakitlik lazımdır. Müşahibənin anası gözləri doldu. Doğrudan deyirsən, Həbib? Həbib sakitcə başını tərpətdi. Bəli, mən belə görürəm. Həkim maraqla Həbibə baxdı. Bu oğlanın səsində elə bir əminlik vardı ki, insan ona inanmaq istəyirdi. Həkim dedi, dalımca gəl. Həbib onun ardınca getdi. Koridoru sağa dönüb bir palataya girdilər. Otaqda yalnız cihazların zəif səsi eşidilirdi. Həkim çarpayıdakı xəstəni göstərib dedi, buna bax. Həbib sakitcə xəstəyə yaxınlaşdı. Bir anlıq dayandı. Sonra ehtiyatla onun əlini götürdü. Xəstənin barmaqları soyuq və hərəkətsiz idi. Həkim diqqətlə Həbibə baxırdı. Nə görürsən? Deyə soruşdu. O yaşamaq istəyir. Elə bil, kimsə gözləyir. O gəlsə yaşayacaq. Həkim təəccüblə soruşdu. Kimsə gözləyir? Elə bu vaxt palatanın qapısı açıldı. İçəri yaşlı bir qadın daxil oldu. Yaxınlaşıb xəstənin əlini tutdu. Mən gəldim. Mən səninləyəm. Mən səni tək qoymaram. Həbib başını aşağı saldı. Həkim isə heyrətlə Həbibə baxdı. Həbib, sən bunları hardan bilirsən? Gedək mənim kabinetimə. Kabinetə girəndə həkim keçib öz kreslosunda oturdu. Sonra əli ilə qarşıdakı stulu göstərdi. Otur. Həbib gəlib stulda əyləşdi. Həkim yavaş səslə soruşdu. Həbib, bunlar necə baş verir? Bu Həbibin sevmədiyi bir sual idi. Çünki onun özünün də bu suala cavabı yox idi. Həbib həkimin üzünə baxdı. Sonra hamısı köhnə kitablardan başladı dedi. Həkim maraqla soruşdu. Nə köhnə kitab? Həbib biraz duruxub dedi. Bizim kənd kitabxanasında görmüşdüm. Əllər və xətlər. Adı belə idi. Oxudum, mənə maraqlı gəldi. Həkim qaşlarını qaldırdı. Yəni, sən bunu sadəcə kitabdan öyrənmisən? Bəli. Sonra insanların əlinə baxanda gördüm ki, kitabdakı yazılanlara bənzəyir. Həkim kreslosunda bir qədər irəli əyildi. Sən indicə xəstənin əlində nə gördün? Onun əlində uzun bir yol gördüm. Amma yolun ortasında qəfil qaranlıq var idi. Elə bir insan nədənsə yorulmuşdu. Nədənsə qorxurdu. Həkim kreslosuna söykəndi. Bir neçə saniyə Həbibə baxdı və dedi. Həbib, sən xiramantsan. Sadəcə bundan özünün xəbərin yoxdur. Həbibin qaşları çatıldı. Xiramant? O kimdir elə? Həkim gülümsədi. Xiramant insanların əlindəki xətlərə, ovucunun quruluşuna baxaraq onun keçmişi, gələcəyi haqqında fikir yürüdən insandır. Həkim Həbibə diqqətlə baxdı. Qəribəsi odur ki, Həbib, sən bunu bacarırsan. Digər ki, özünü günahkar hesab edirsən. Bəzən insanın taleyində ağır bir kölgə görürsən, bəzən isə işıqlı yol. Bax, elə nüşabə kimi. Həkim pəncərəyə tərəf çevrilib, dərindən nəfəs aldı. Bu bizə çox ağır diaqnozla gəlib. Tibbidə belə xəstələr adətən 2 aydan artıq yaşamırlar. Lakin sən onun ovucunda 90 illik uzun bir ömür görmüsən. Həkim yenidən Həbibə baxdı və sözünə davam etdi. Maraqlıdır ki, müşahibə sənə tamamilə inanır. Bəzən insanı ayağa qaldıran dərmandan qabaq ümid olur. Həkimin səsi daha da yumşaldı. Sənin bu bacarığın bəlkə də bir gənc qızı həyata qaytaracaq. Bundan yaxşı daha nə ola bilər? Həbib gözlərini döydü. Nə bilim, yəni yaxşı iş görürəm? Deyə təəccüblə soruşdu. Həkim yenə gülümsədi. Narahat olma, yaxşı iş görürsən. Həbib asta səslə dedi. Amma birdən yanılsam, birdən gördüklərim düz çıxmaz. Bax, indi gəldik əsas məsələyə, deyə həkim sakit səslə dedi.
Sənin bu inamsızlığının səbəbi yaşın az olmasıdır. Özün düşün. Cəmi bir ayın içində 3 dəfə əldəki xətlərə baxmısan və hər üçündə də yanılmamısan. Bu təsadüf ola bilməz. Sən balaca bir istedadsan, Həbib. Hər böyük istedad bir vaxtlar özünə şübhə edən balaca bir uşaq olub. Həbib çaşqın halda həkimə baxdı. İndi mən nə edim? Həkim nəzakətlə Həbibə baxıb dedi: Mən baxıram ki, insanların sənin bu istedadına münasibəti səni incidir. Bəziləri inanmır, bəziləri də lağa qoyur. Buna görə də mən sənə məsləhət görərdim ki, bir müddət tək qalasan, adamlardan uzaq olasan. Məsələn, dağlarda yaşayasan, ta o vaxta qədər ki, özünə inanasan, güclənəsən, səndə olan bu istedaddan qorxmayasan, əksinə onu qəbul edəsən və insanlara kömək etməyi öyrənəsən. Gün gələcək, sən insanlara məsləhət verəcəksən, yol göstərəcəksən, sən ümidsizlərə təsəlli olacaqsan. Həbib diqqətlə həkimin sözlərini dinləyirdi. Elə bil axtardığı yolu birdən-birə tapmışdı. Onun üzünə təbəssüm qondu. Sağ ol həkim əmi. Mən qaçmaq istəyirdim, amma bilmirdim hara. Həkim gülümsədi. İndi isə yolunu bilirsən. Pəncərədən görünən uzaq dağlara baxan Həbib hiss etdi ki, gedəcəyi yol onu daha qorxutmur. Həkimin otağından çıxanda Həbib elə bir yüngülləşmişdi. Dəhlizin uzun pəncərələrindən düşən günəş işığı ona əvvəlkindən parlaq göründü. Nüşabənin palatasına tərəf addımladı. Qapını açanda Nüşabənin anası onu görüb təlaşla dedi: Ay Həbib, hardaydın sən? Bu qız Həbib hanı deyib durub. Həbib nə edəcəyini bilmədi. Necəsən? Deyə soruşdu. Nüşabə yavaşca əlini Həbibə uzatdı. Üzündə zəif bir təbəssüm vardı. Zorla eşidiləcək səslə dedi: Yaxşıyam balaca. Əlimdən tut. Onda tez sağalacam. Həbib özünü itirdi. Elə bu zaman həkimin dediyi sözlər qulağında yenidən səsləndi. Özündən və səndə olan istedaddan qorxma. Həbib dərindən nəfəs aldı. Sonra əlini uzadıb Nüşabənin əlini ehtiyatla sıxdı. Mütləq sağalacaqsan. Mən buna inanıram. Elə bil Nüşabənin gözlərinə işıq gəldi. Mən də inanıram, Həbib. Bir həftə keçdi. Günlər bir-birini əvəz etdikcə Nüşabənin çöhrəsinə yenidən rəng gəlirdi. Hər səhər əvvəlkindən daha gümrah oyanır, gözlərində yaşamaq həvəsi biraz da artırdı. Nəhayət həkimlər konsilium keçirdilər. Uzun müzakirələrdən sonra baş həkim sevinç dolu səslə dedi: Artıq əminliklə deyə bilərik ki, Nüşabənin vəziyyəti yaxşıdır. Vallah, lap möcüzədir. Bu sözlər palatada bir bayram sevinci yaratdı. Nüşabənin anasının gözləri doldu. Atası dərindən nəfəs alaraq şükür etdi. Həbibin də üzü gülürdü. Onun yadına Nüşabənin əlini sıxaraq dediyi sözlər düşdü. Mütləq sağalacaqsan. Görünür o sözlər gerçəyə çevrilirdi. Həbib daha şəhərdə qala bilmirdi. O yola çıxmaq istəyirdi. Bu günə qədər onu şəhərdə saxlayan yalnız Nüşabə idi. O axırıncı dəfə xəstəxanaya gəldi. Palataya daxil olanda Nüşabə onu görüb gülümsədi. Balaca, gəldin? Mən getməliyəm Nüşabə. Get-gedə yaxşılaşırsan. Gəldim səninlə sağollaşım. Deməli gedirsən. Həbib başını tərpətdi. Nüşabə asta səslə dedi: Sağ ol balaca, sən olmasaydın, bəlkə də mən ölərdim. Həbib dərhal etiraz etdi. Elə demə Nüşabə, səni həkimlər sağaltdı. Mən isə yanındaydım. Nüşabə yenə gülümsədi. Bəzən insanın yanında etibar etdiyi adam olanda dərman qədər qiymətli olur Həbib. Səhərin alatoranında Həbib yola çıxdı. Bu yolçuluq uzun çəkdi. Düz 15 il.
O doğma dağlardan başladı. Dağlarda qışladı, baharı qarşıladı, təbiətlə yatdı, təbiətlə oyandı. Günlərini qayaların sükutu, meşələrin pıçıltısı, küləyin nəğməsi ilə keçirdi. Heyvanları, quşları saatlarla müşahidə edir. Onların həyatlarından insanın çoxdan unutduğu sadə həqiqətləri öyrənirdi. Bu uzun səfər Həbibi öz sehrinə salmışdı. Addım-addım irəliləyərək uzaq dağ aşırımlarından, vadilərdən keçdi. Nəhayət Himalay, Tibet dağlarına qədər gedib çıxdı. Bir gecə ulduzlu səmanın altında yatdığı zaman qəribə bir yuxu gördü. Qarşısında illər öncə ona yol göstərən həkim dayanmışdı. Həbib oyan, qayıtmaq vaxtıdır. Həbib diksinib oyandı. Gözlərini ovuşdurub asta səslə dedi: Demək, qayıtmaq lazımdır. Sübh tezdən ayağa qalxdı. Dağların saf və buz kimi təmiz havasını doyunca ciyərlərinə çəkdi. Uzaqda günəş zirvələrin arxasından boylanırdı. Həbib son dəfə ətrafa nəzər saldı. İllər uzun uzaq səfərlər, yol boyu qarşılaşdığı sadə insanlar, rast gəldiyi dərvişlər və görüşdüyü ustadlar Həbibə həyatın fəlsəfəsi haqqında çox şey öyrətmişdi. O bir kənd çobanından səbrin nə olduğunu, dağ başında yaşayan qoca bir zahiddən susmağın hikmətini, uzun yolların yorğun səyyahlarından isə insanın əsl sərvətinin sahib olduqları yox, yaşadıqları olduğunu öyrənmişdi. Həbib indi bilirdi ki, hikmət təkcə qədim kitablarda və ya böyük şəhərlərin elm ocaqlarında deyil, bəzən bir çobanın sadə sözlərində, bəzən də adsız bir yolçunun həyat hekayəsində gizlənir. Bu uzun yolçuluq ona yalnız əllərin xətlərini oxumağı deyil, insanları anlamağı da öyrətmişdi. Həbib çantasını çiyninə atdı və pıçıldadı: Öyrənəcəyimi öyrəndim, indi isə qazandıqlarımı insanlarla bölüşməyin vaxtıdır. Həbib baba, gənc qadının səsi onu dərin düşüncələrdən ayırdı. Hə qızım, buyur. Gənc qadın əlindəki şəkli göstərib dedi: Baba, baxarsan? Həbib qadının verdiyi şəkli əlinə alıb baxdı. Qızım, sənin ölmüş bildiyin bu adam sağdır. Gənc qadın elə bir nəfəsi kəsildi. Sonra gözlərindən yaş süzülməyə başladı. Mən bilirdim, mən hiss edirdim ki, o sağdır, deyə qadın hönkürtü ilə ağladı. Bir ildir sizə onun öldüyünü deyiblər. Amma o sağdır, qızım. Həbib qadının əlinə baxdı. O sənin ərindir, eləmi? Qadın başını aşağı salıb göz yaşlarını gizlətməyə çalışdı. Bəli, dedi. 3 dost idilər. Bir məhəllədə böyümüş, bir məktəbdə oxumuşdular. Bir-birlərinə qardaş qədər yaxın idilər. Bir gün qərara gəldilər ki, xaricə gedək. Sinif yoldaşlarımız da oradadılar. Yaxşı pul qazanırlar. Valideynlərini bir təhər razı salıb getdilər. 5-6 ay pul da göndərdi. Sonra isə bu xəbər gəldi. Qızım, onu tapmaq asan olmayacaq. Bəs mən nə etməliyəm, Həbib baba? Sənin ərinin qohumları var, atası, anası, əmiləri var. Çox yaxşı qızım, sabah onlarla birlikdə yanıma gəlin. Mən sizə hər şeyi başa salacağım. Qadın ayağa qalxdı. Sabah gələcəyik. Gənc qadın uzaqlaşarkən Həbib uzun müddət onun arxasınca baxdı. Axşam küləyi asta-asta əsirdi. O isə öz-özünə düşündü. Bu iş göründüyündən daha çətindir. Səhər açılar-açılmaz, gənc qadın ərinin ata-anası və əmiləri ilə birlikdə gəldilər. Hamısının üzündə həm sevinc, həm də bir nisgil vardı. İçəri girən kimi Həbib baba ilə hörmətlə görüşdülər. Atası dedi: Dünən gəlinimiz sizin dediklərinizi danışdı. Bir ildir ölüm xəbəri ilə yaşayırıq baba. Amma anası da, gəlin də deyirdilər ki, hiss edirik ki, o sağdır.
Həbib baba dedi. Dostları onu avtomobil qəzasında öldüyünü deyiblər, elə deyilmi? Atasının gözləri heyrətdən böyüdü. Bəli, Həbib baba, bizə məhz belə demişdilər. Güya maşın dərəyə yuvarlanıb, oğlumuz da orada həlak olub. Əmilərindən biri sözə qarışdı. Cəsədini belə görə bilmədik. Dedilər, qəza çox ağır olub, tanınmaz vəziyyətdədir. Həbib dedi, ancaq mən başqa bir şey görürəm. Hamı nəfəsini içinə çəkdi. Həbib baba davam etdi. Bu üç dost xaricə gedəndə oradakı sinif yoldaşlarının nə işlə məşğul olduğunu bilmirdilər. Əvvəlcə hər şey adi görünürdü. Onu apar, bunu gətir, pul qazanırdılar, ailələrinə göndərirdilər. Ancaq sonra sizin oğlunuz təsadüfən həqiqəti öyrənir. Onda deyir, mənə belə pullar lazım deyil, mən qayıdıram. Atası həyəcanla irəliləyirdi. Oğlum həmişə düz adam olub, Həbib baba. Qoca başını tərpətdi. Amma bu qorxulu ticarətdə geriyə yol yoxdur, bala. Onu aradan götürmək istəyiblər, lakin yanında olan iki dostu mane olub. Sonra başqa qərar veriblər. Onu hamıdan uzaq bir yerdə saxlayıblar. Qoy nə qədər ömrü var, orada yaşasın deyə qərarı alıblar. Mən onun həyat xəttinin davam etdiyini görürəm. Bir şeydə görürəm ki, o ümidini itirməyib, evə qayıdacağı günü gözləyir. Anası göz yaşlarını sildi. Oğlum yaşayırsa, biz onu taparıq. Həbib baba pəncərədən görünən uzaq dağlara baxdı. Ehtiyatlı olun, bu işi heç kim bilməməlidir. Sizdən başqa heç kəsin xəbəri olmamalıdır. Otaqda hamı diqqətlə ona qulaq asırdı. Siz özünüz heç yerə getmirsiniz. Tələsik atılan addım hər şey təhlükəyə atar. Əvvəldən etibar etdiyiniz adamların vasitəsilə xüsusi hazırlığı olan 3 nəfər tapırsınız. Onlar sakitcə xaricə gedəcək və oğlunuzun dostlarını izləyəcəklər. Atası həyəcanla soruşdu. Bəs oğlum hardadır, Həbib baba? Qoca gözlərini yumdu. Elə bir uzaqdakı mənzərəni görməyə çalışırdı. Şəhərdən uzaq bir yer görürəm. Burada sıx bir meşə var. Meşənin içindən iti axan bir çay keçir. Çayın o biri tayında isə dərin bir quyuya bənzər yer görürəm. Oğlunuz orada saxlayırlar. Onun yanına həftədə 2 dəfə yemək aparırlar. Mən eyni yolu təkrar görürəm. Əgər ağılla və səbirlə hərəkət etsəniz, onu geri qaytarmaq olacaq. O 3 nəfər oğlunuzu sağ-salamat evinizə gətirəcək. Atası ayağa qalxdı. Gözləri yaşarmışdı. Həbib baba, oğlum sağ-salamat qayıtsın, məndən nə istəyirsiniz istə. Ömrüm boyu sizə borcluyam. Həbib baba gülümsədi. Mənə heç nə lazım deyil, oğul. Siz yalnız dediklərimə əməl edin, oğlunuz sağ-salamat qayıdacaq. Mənim tək istəyim onun evinə dönməsini öz gözlərimlə görməyimdir. Sonra isə doğma kəndimə gedəcəm. Çox qocalmışam artıq. Bu sözləri deyərkən Həbibin yadına başqa bir hadisə düşdü. Bir vaxtlar o, Nüşabənin sağalmasını gözləmişdi. Sonra yolcu olmuşdu. İndi yenə gözləyirdi. Yenə də bir insanı xilas edib yola çıxacaqdı. Həbib çox qocalmışdı. Onun yaşı 90 ötmüşdü. O bilirdi ki, böyük ömrün son mənzili artıq uzaqda deyil. Axı o Xiramant idi.